Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişində hər birinizi salamlayıram. Bugün mənim çox həyəcanlandığım bir müsahibəyə vaqif olmuşam. Yəqin ki, kanalımızdan zaman-zaman eşitmişsiniz. 92-ci ilin o ağır döyüşlərində Ağdərədə ölüm-dirim savaşı gedir və orada Ağdərə şəhərini almışıq, yavaş-yavaş yuxarı qalxırıq. Mən çox ölümcül yaralandım bir neçə nəfərlə. Bir onu bildim ki, bir həkim tərtərə gətirə, bir həkim gözümü belə yoxladı. Dedi ki, gecdir, morqa aparın. Sonra şum itirdim və 2 gün yarımdan sonra ayılanda gördüm Mingəçevirdəyəm. Anam rəhmətli yanımdaydı və ondan soruşdum ki, hardayam, necədir, başladı deməyə. Sonra dedim, kim xilas elədi? O kişi axı mən atmışdı, kişi həkim idi o yoxlayan. Dedi, bəs məhəbbət həkim. Yaxşı ki, belə bir adam var. Və sonradan gəldim, görüşdüm. Medsestralar, yəni tibb bacılar deyirdi ki, bu adam sağalmalıdır. Çünki o vaxt ictimai uşaq olmuşdum. Şeir müsabiqəsi, teatrlar falan. Məhəbbət xanım da tanınmış həkim idi, rayon ziyalılarına idi. Ailəlikcə məni tanıyırdı. Və döyüşə də gələndə deyirdi, sən Allah aktyorluqda oxuyursan, ayağına da güllə dəyər, yaralı gətirəndə diqqətli ol. Və ona görə də məni görəndə o meyitlərin içindəki bu ölüb, gəlib qucaqlayanda görüb damarım tərpənir, yoxsa necə indi özü danışar. Ondan sonra başlayıb sağaltmalı. Renginə salanda raket vurulub, tərtərdə işıqlar sönüb, Bərdiyə göndəriblər, Bərdədə yer olmayıb, təzə Mingəçevirə. Sonra bugünə qədər də daima nəzarət üstümdədir. Nə deyim? Xoş gördük Məhəbbət xanım. Özü də 2 şəhid bacısıdır. Sizlə söhbət etmək həm həyəcanlıdır, həm qürurludur, həm də xoşbəxtlikdir. Mənə də xoş oldu, doğrudan. Çox sağ olun Səbuhi müəllim. Hər dəfə izləyəndə, hər dəfə doğum günləriniz olanda o tarixi yaşadırsınız mənə də. Mənim də həyatımda bir tarix oldu, Qarabağ tarixi. Mənim də qismətimə müharibə düşdü və o illəri mən desəm ki, hər gün xatırlayıram, bəlkə də buna inanan olmaz. Məxsus olaraq mənə müraciət edən, tərtərdən olan pasientlər olanda mən göz yaşlarımı saxlaya bilmirəm ki, bunların hər biri bu günləri həqiqətən vətənin fədailəridir. Kiçikdən tutmuş böyüyə kimi. Qaldı müharibə illərinə, müharibə illəri həyatımda silinməyən bir tarix oldu, bir qan yaddaşıma hopan tarix oldu. Amma bugün böyük fəxarət hissi ilə demək istəyirəm ki, düzdür, müharibə görməmiş rayon olsaq da, müharibə görməmiş kollektiv olsaq da, müharibə görməmiş tibb işçilər olsaq da, Allah-Taala Tərtər Mərkəzi Rayon Xəstəxanasının bütün kollektivinə 90-cı illərdə elə bir güc, elə bir qüvvət, elə bir fədakarlıq, elə bir birlik verdi ki, hamı səfərbər oldu. Nəinki Tərtər səhiyyəsi, eləcə də Tərtər rayonunun bütün müəssisə təşkilatları, rəhbərləri başda olmanın hamısı bizim yanımızda oldu. Və çox uzun-uzadı danışmaq istəmirəm. Sizin yaralanan gününüz də mənim həyatımda silinməyən bir tarixdir. Təsəvvür eləyin ki, hər bir yaralıya biz ana-bacı kimi yanaşırdıq. Hamımız, kimliyindən asılı olmayaraq Tərtər xəstəxanasında hamı. Koridorla şəhidləri yerləşdirdik, şəhidlər üçün hazırladığımız yerdə. Qaça-qaça gəldim ki, koridorda 1-ci mərtəbədə yaralıdan yer yoxdur. Ən ağır yaralılarda biz keçdiyimiz yoldan sağ tərəfə yığıblar. Məndə də Allah ruhunu şad eləsin atamdan keçmə bir xüsusiyyət var, bir intuziya deyilən bir xüsusiyyət var. Mən həmişə onunla, bəlkə də həyatda çox uğur qazanmışam o xüsusiyyətimlə, əvvəlcədən hiss eləyirəm onu. Yaralıların hamısına baxdım, yaralıların hamısına ana-bacı sevgisi göstərərək keçdim. Elə bir kimsə mənə dedi ki, dön sağ tərəfə də bax. Meyitlər tərəfə. Bəli. Amma həqiqətən də əksəriyyəti artıq şəhid olmuşdu. Amma sizin tərəfdən keçəndə elə bir kimsə mənə dedi ki, əyil aşağı. Mən dizi üstə çöktüm aşağı, sizin göz qapaqlarınızı qaldırdım, baxdım, əlimi qoydum ürəyinizin üstünə, ürək döyünmür, göz qapaqlarında heç bir həyatı reaksiya yoxdur, işığa reaksiya yoxdur. Nəbzinizi tutum, nəbz itmiş bir nəbz kimi hiss elədim, amma açığını deyim ki, gücüm nəyə çatdı.
xalatımın astarı yeri var. Astarda bir balaca. Onu cırdım. Deyirdilər, hə. Onu cırdım, tutdum sizin burnunuzun qabağına. Gördüm ki, xalatın astarı tərpənir. Biri var külək bunu vura tərpədə, biri var nəfəs bunu tərpədə. Mən bunu görəndə mən necə qışqırmışam ki, bu sağdır, bu uşaq sağdır. Heç kimi gözləmədən hamı mənim çığırtıma yığıldı. Sizi aldım qollarımın üstünə. Birinci qaçdım laboratoriyaya. Qaçdım laboratoriyaya, qan qrupunuzu götüzdürdüm. Çünki o qədər ağır bir vəziyyətdəydiniz ki, həyatla ölüm arasında mübarizə idi. Sonra sizi laboratoriyada uzandıranda həmişə bizi öyrədirdilər ki, bir ürək masajı eləyin. Bir ürəyinizə bir-iki dəfə xaricdən belə masaj kimi elədim. Gördüm, yox, nəfəs gedir, gəlir. Necə qışqırmışam. Qaldırdıq sizi bir rengen eləyək, baxaq yaranı vəziyyətə, daxildə qanaxma var, yoxdur. Ermənilər necə atdılarsa, bütün işıqlar söndü, çöldə transformator partladı. İndi mən qaça-qaça, ağlaya-ağlaya qaçıram ambulansa, təcili yardım maşınına. Həmişə bir güvən yerimiz olurdu ki, yaralıları bizdən uzaqlaşdıraq. Bərdə rayon mərkəzi xəstəxanasına. Sizi ora göndərdim. Ondan sonra oradakı vəziyyəti də mənə danışdılar. Sonra sizi keçirtmişdilər Mingəçevirə. Uzun-uzadı vaxtınızı almaq istəmirəm. Həyat bir möcüzədir, qardaş. Həyat doğrudan da başdan əvvəl möcüzədir. Allah Taala elə bil ki, o anda o hissiyatı mənim beynimə salmasaydı, mən də sıradan bir insan kimi keçərdim. Amma bugün xoşbəxt adamam ki, müharibə bütün xoşbəxtliyimi aldısa da insanlığımı almadı. İnsanlara olan sevgimi, diqqətimi, qayğımı, məhəbbətimi almadı. Və bugün də o xüsusiyyətə görə bəlkə də mən çörək tapıram Sərboy müəllim. Həmişə atam deyirdi ki, çalış insanlara, insanlığa dəyər ver. Bəlkə də o sözlər bugün mənim həyatımda ən böyük nəsihət, ən böyük vəsiyyət kimi. Elə Sabir müəllim rəhmətli elə rayonun ağsaqqalı olub, hamımız belə şair olub, gözəl ruhlu şeirlər olub, şeirlərlə musiqilər də yazılıb. Mən sizdən nə vaxtsa belə yazanda, bu hadisəni danışanda bəziləri mənim üstümə düşür. Məsələn, sərt yazırlar ki, Sərboy müəllim deyir, təkcə sən sağaltmayıb. Məsələn, Goran boydan bir yazır ki, mən də ölümlə o qutardı, biri Gəncədən yazmışdı. Sonra bu Ağsu tərəfdən səhv eləmirəmsə, deyir, tək sən deyirsən ki, bu deməli o deməkdir ki, gör nə qədər əskərə şəfa vermişsiniz və sizlə yəqin ki, əlaqə saxlayanlar var. Sizdən bir dəfə status yazdım, görüm hamı yazır ki, onu tanımayan var ki, hamımız gəlirik, görüşürük. Sərboy müəllim, həyatda həyatımdan silinməyən, hər günümdə, hər anımda müharibə həyatıdır. Dəxil yoxdur ki, ailəmiz faciə yaşadı, atamdan, qardaşlarımdan sonra da mən geri durmadım. Həmişə danışıram, çıxışlarımda da deyirəm, kollektivimizdə də deyirəm. Deyirəm, bəlkə də yüzlərlə əskərlər, zabitlər başını qoyub mənim ürəyimin üstündə şəhid olub. Anasını tapşıran kim, qızını tapşıran kim, nişanlısının adını deyən kim, hətta dünyaya gələcək körpəsinin adını çəkib şəhid olan əskərlər olub. Mən əksəriyyətini tapmışam, onların vəsiyyətlərini demişəm, arzu istəklərini demişəm. Amma bu günləri deyərdim ki, elə insanlar var, məni burada tapıblar. Məsələn, xəstəyə diqqətlə baxıram, həyatımda səhv eləmərəm ki, xəstə bir mənim üstümə ümidlə qaçıb. Xəstəni dinlədim. Dedim, get saat 4-də gəl, cavabları götürərsiz. Gələndə gördüm, həyat yoldaşı ilə gəlib. O da çox diqqətlə qulaq asdı mənə. Çıxanda dedi ki, Mərvət xanım, sizin telefonu götürmək olar, vizit kartı. Dedim, buyurun. Sərboy müəllimə yalan danışım, qeydiyyata çatmamış. Gördüm, necə qaça-qaça gəldi, girdi otağa. Otağa girməyinə bunun yoldaşı dəli olub ki, bu nə məsələdir. Otağa girməklə bir kəlmə dedi ki, sən tərpədəki məhəbbət həkimsən. Biri qucaqladı, mən əllərini öpdü. Yoldaş deyir, nə olub? Deyir ki, bu məni səngərdən çıxardı. Mənim heç kimim olmayıb döyüş bölgəsində. Mənə qanından qan verib, məni yedizdirib. Yaralarıma deyir, düz üstə durub qulluq eləyən həkimdir. Bax, mənim bugünkü gündə qazancım odur. Bir dəfə də elə bir yerdə, elə bir insanla rastlaşmışam ki, bu korona dövrüydü, maskadaydıq. Xəstəyə baxırdım, o qədər buna can yanğısı ilə yanaşdım. Dedi, siz qorxmursunuz, yoluxasınız. Dedim, oğul, mən elə həyat yaşamışam ki, mən artıq o qorxulu dövrləri keçmişəm. Dedim, nə həyat? Dedim, müharibə həyatı. Çaşdı qaldım. Dedi ki,
Bizi demə ki, mən Tərtərdəki məhəbbətə kimi. Nə olar, maskanızı çıxardım. Maskamı çıxartdım, qalxdı ayağa gördüm, yığır. Ata, sənin xilaskarın buradadır. Hə, atası. Bax, mənə qalan bugün o müharibə xatirələridir. Məni yaşadan bəlkə də insanlara elədiyim yaxşılıqlardır. Məni yaşadan bəlkə o xeyirxah işlərimdir ki, bugün ən çətin məqamımda Allah mənə dəstək olur. Allahın mənə yardım olur. Çünki mən heç vaxtı laqeyd olmaq istəmirəm insanlara qarşı. Əgər insan sənin üstünə ümidlə gəlirsə, sənin borcundur onu dinləmək, ona kömək eləmək, ona gücün çatan tərzdə yardım eləmək. Evet, bu statistikada deyirlər, iyul ayında biz o yaralanan vaxtda təkcə iyulda Ağdərədə 7500 şəhid vermişik. Bəs 7500 şəhidsə bir 2 o qədər də yaralı deməkdir. Siz onu o dərman indiki başa düşürük də bədə-bədə hətta təyyarə gedir xaricdən gətirə bilər. Bəs o necə eləyirdiniz? Nə dərmanla pul olsa da o boyda adama dərman çatmazdı. Səbunən, əslində çox belə yaralı yerimə dəydi bu sual mənim. Həmişə deyirəm ki, elə yaralı gəlirdi ki, ora təbii ki, onun qana ehtiyacı var idi. Elə yaralı bir gündə 120, 130, 140, 150 yaralı qəbul edilən Tərtər xəstəxanasıdır. O işçilərin hamısının cəbhədə birinci ora gəlirdi ən azından. Amma insana Allah Taala necə güc verər, qüvvət verər. Məsələn, baxırdıq ki, xəstə qan itirmədən ölür. Biz gözləyək ki, bizə Bakıdan qan gəlsin, sanitar aviasiya xətti ilə qan göndərsinlər. Bu yanlış bir fikir olardı. Biz elə iş qurmuşduq ki, əvvəl öz xəstəxanamızın işçiləri, sonra Tərtər. Bütün ictimaiyyət bizim yanımızda olur. Elə yaralı var, onun dərmana ehtiyacı olmur. Onun sevgiyə ehtiyacı olur. Onun isti bir coraba ehtiyacı olurdu, isti bir yeməyə ehtiyacı olurdu. Biz konveyer üsulu kimi suluq verək hazırlayan işçilərim, corab toxuyan işçilərim, xəstələri qulluq edə. Məsələn, eləsi vardı, o illərdən danışıram, 90-cı, rezin tapışqada gəldi. Onların ayaqları yuduzdururdum, onlara yun corab geyindirirdik. Tək mən yox, mən kim idim? Əgər kollektiv bir olmasaydı, biz o uğurları qazana bilməzdik. Yəni, dava dərman, ətraf rayonlarda kömək edirdi, Səhiyyə Nazirliyindən kömək edirdilər. Rayonun bütün aptekləri səfərbər olmuşdu bizə. Biz gözləmirdik, məsələn, gücümüz nəyə çatırdısa, maraqlı nədir? Canımızla, qanımızla kömək. Maraqlı nədir? Mən Mingəçevirdə yatanda atam birdən dərman olmurdu xəstədə. Atam gəlib aptekdən alanda deyir, nə ilə bağlı? Deyir, oğlum yaralıdır. Pulu almırdılar. O mənə belə qəribə idi. Bahalı dərmanlar idi o dövrdə. Deyir, yox, o yaralıdırsa o bizdən ötürü gedir. Bax, o qurur. Amma biz bəzən yoldaşlarına müsahibə edəndə deyirlər, söhbət edəndə deyirlər, filan kəs yaralanıb, ayağını kəsiblər. Kəsməyə də bilərdilər. Deyirəm, siz məncə, indi onu istəyən bir mütəxəssis kimi siz deyəsiniz. Bax, tutaq ki, 10 nəfər gəlir, birinin damarı kəsilib, birində başqa şeydir. Əgər biz bunun dizinin yarasından məşğul olsa 6-7 saatımız gedər, onlar ölər. Daha tez olsun deyim, belə də olur. Bu da bir talihdir. Gərək onun adam ola, vertolyotla falan apara Bakıya. Bundan biraz istəyərdim aydınlıq gəlir. Deyir, bunu gərək bu qədər. Məsələn, mənim ayağım deyir, sənin Mingəçevirdə çox yarıblar, bunu yarmamaq da olar. Deyim, o qədər yaralı var ki, bir dəfəlik yeri ki, tez olsun. Bu, belə şey olur. Belə şeylər də olurdu, amma əslində ətraf rayonlar, məsələn, Bərdə idi, bizə yaxın olan Yevlax, cərrahlar bizə briqada şəklində köməyə gəlirdilər. Amma reallığı deyim ki, hamısı gözümlə görmüşəm də, nə dəxli var ki, elə yaralı var idi ki, öz-özünə amputasiya olurdu, gəlirdi. Yəni, miniyə düşürdü, doğrudan da düz mina partlamasına bir də gördün ki, ətraf sallanır. Ətrafı bura tikməyin heç bir önəmi olmurdu. Təbii ki, bunun gələcək həyatını qorumaq üçün bunu amputasiya eləmək lazım idi. Elə yaralı var idi ki, məsələn, güllə dəyərdi keçirdə toxumalar parçalanırdı. O toxumaları bərpa etmək, təbii ki, əgər damarlar, sinirlər zədələnməyibsə, o toxumaları bərpa etmək üçün orada dikiş qoyulurdu. Adi cərrahlar yox, adi terapevtlərdə, ginekoloqlarda, təcili yardımı, hamı səfərbər. Adi dikiş qoymağı hamımız bacarırdı. Elə xəstə də var idi ki, orada elə bir vəziyyətdə gəlirdi ki, artıq həm amputasiya var idi, həm damar zədələnmişdi, həm profuz qanaxma deyilir. Xəstə qanaxmadan itə bilərdi. Ona görə ilkin təcili təxirə salınmaz xidmətdə nə var idi onu eləyirdik, sonra göndərirdik ətraf rayonlara da, sonra Sarıcalda hospital yarandı. Biz birbaşa yardım edirdik, göndərdik Sarıcalı hərbi hospital.
Yəni o dövrdə konveyer kimi işlədi o xəstəxana. Harada da otururam, danışıram. Kiçiyindən tutmuş böyüyünə kimi. Amma dərmandan da çətinliyimiz var. Biz xahiş eləmirdik bizə dərman gətir. Tərtərdəki apteklərin hamısı. Bəzən görürdüm ki, sərhədsiz həkimlər təşkilatı var idi. Onları mən elə bir vəziyyətdə apardım, ön cəbhədə gördüm, göstərdim. Maşınlarla dərman gətirdilər. Onu biz seçirdik, hansı dərman, hansı qrupda, hansı xəstələrə bunlar lazım ola bilər. Məxsusi olaraq təcili təxirə salınmaz, tibbi xidmət göstərmək üçün hər şeyimiz var idi. Problem nədə idi? Qan təchizatında. Və əhali vermir. Qan təchizatında nədə məsələn? Heç düşünmədən. Da orada başqa viruslar, infeksiyalar yoxlaya bilmirdik. Bir dənə qan qrupunu yoxluyorduk, rezistentə uyğun gəlirsə, o qanı alırdıq, köçürdük xəstələrə. Orada da bizdə problem oldu. Amma niyə soruşurdu, sağlıq keçirmisən yoxsa yox? Hamısı soruşurdu. Hə, çünki o əsas qorxulu Anlıqlı olur. xəstələrdən, yəni şuuru üstündə olan xəstələrdən soruşurduq təbii ki. Bir də sizlə bu arada söhbət edəndə deyirdiniz ki, mənim üçün birinci, ikinci Qarabağ müharibəsi olmayıb. Çünki ara boş qalmayıb. Bax, elə bir dənə Qarabağ müharibəsidir. Ateşkəs dövründə nə qədər adamdır, siz onun sayını yaxşı bilirsiniz. Hamısını görmüşəm. Yəni siz də bizcə dənə müharibə sayırsınız da bunu. Təbii. Ha. O şeyin, hər şeyin məğzində, mərkəzində... Nə vaxt dayandı ki, bir dəqiq... Mən görmədim. Məsələn, 94-də ateşkəs oldu. Hər il ölənlərimiz oldu. 94-dən neçə illər bizim xəstəxana yaralı da qəbul edirdi, şəhid də qəbul edirdi. İstər birinci Qarabağ, mən heç vaxt demirəm, birinci, ikinci Qarabağ. Müharibənin əvvəli solu deyirəm mən. Bəli. Söhbət Qarabağın müdafiəsindən gedir. Söhbət Azərbaycanımızın müstəqilliyindən, ərazi bütövlüyündən gedirsə, burada bir müharibə olur. Qarabağımızın azadlığı uğrunda gedən müharibə. Yəni söhbət burada bundan gedir. Sonuncu sualımı verim. Əziz izləyicilər, mən saatlarla danışardım, amma baş həkim yoxdur, Məhəbbət xanım əvəz eləyir, insanlar da gözləyir. Mən hətta gəlib bəlkə də onun işinə mane olacağım. Sadəcə bu 14 iyulda olub bu hadisə, mənim dünyaya ikinci dəfə gəlməyim, gətirməyim Məhəbbət xanımın. Ona görə dedim, bir kəlmə də olsa danışaq. Birinci Qarabağ müharibəsində gördünüz, ikincində gördünüz. Bu hər adamın bilmədiyi nə deyə bilərsiniz? Bax, bu fərqlə bağlıdır. Məsələn, mən ikinci Qarabağ savaşında nə gördüm? Mən tez-tez gedim cəbhə bölgəsinə çəkməyə. Bu benzin doldurulan yerlərə təcil yardımlar gəlirdi, bir yer ayırmışdılar, qanı yuyurdular. Məsələn, onu heç vaxt heç arada heç kim görməyib də. Dəhşətli, demirəm o hamısı ölənlərin qanı, bəlkə yaralı da var. Təmizləyirdilər, təzdən gedirdi yaralı gətirməyə. Məsələn, bax, belə bir şey demək istədiyiniz varmı? Bir də istədim birinci ilə ikincinin fərqini, bax, həm tibbi cəhətdən, həm ordu cəhətdən. Səbunəm, əslində o ətrafda olan insanlar, o analar, o bacılar, o atalar, övladları döyüşə gedən, övladları məhz həmin günü yaralanan bütün insanlar hamısı xəstəxanaya cəlb oldu. Biz nə eləmişdik orada? Ambulans gəlirdi. Bütün qanın içində olur qanı. Məxsusi işçilər ayırmışdım. Xərəklərdəki qanı yuyun. Xərəklər yuyun basılırdı. Çünki onu görən adam elə orada kollaps olurdu. Təcili yardımda qanı yuyun. Mütləq şəkildə insanlar bunu görməsi. Yaralı gələn kimi üst geyimini dəyişdirin. Sifətinin qanı, qolları. Bunu danışsam mən o həyatımı, bəlkə də son mənzilə gedənə qədər içimdə müharibə ilə bağlı danışmadığım xatirələr. Yenə də deyirəm, mənim üçün fərqi yoxdur. Mənim üçün bir şey var. Vətən, Böyük Azərbaycan və Qarabağımız. O qədər həsrət qalırdım ki, mən o qardaşıma görə Şəhidlər Xiyabanına gedəndə utanırdım həmişə. Elə bilirdim ki, onların ruh qarşısında bir borcumuz var, Qarabağ borcu. Amma bugün şükürlər olsun ki, anaların göz yaşı axmır. Bugün şükürlər olsun ki, oğullar, qızlar atasız böyümürlər. Bugün şükürlər olsun ki, nişanlı qızlar həyatlarına xitam vermirlər, nişanlıları şəhid olduğuna görə. Bugün çox şey danışmaq olar. Amma mən heç vaxt fərq qoymamışam, qoymayacam da. Çünki birincini də görmüşəm, ikincini də görmüşəm. Eyni mənzərə, birincidə də görmüşəm, ikincidə. Mənim ixtiyarım da çatmaz. Bir şey ki, vətənin azadlığıdır. Azərbaycanın bütövlüyüdür. Bunun üçün can qoymalı deyil. Getmişsizmi heç Qarabağ tərəfə? Getmişim. Şuşa, Ağdərə. Ağdərəyə getmişəm. Qardaşım yaralanan yerə.
Sərsək gölün ətrafında olmuşam. Yəni mənim həyatımda heç oralara toxunmaq istəmirəm. Çünki mənim bütün xoşbəxtliyim müharibədə getdi. Amma qardaşımın yaralanması, ədalətin, qardaşımın o cür ağır vəziyyətdə bilir ki, bunun sonudur. Başını mənim ürəyimin üstünə qoya deyə ki, sən mənim qardaşımsan, mən ölsəm, minlərlə mən var, tək vətən yaşasın. Heç vaxt qulağımdan getmir ədalətin sözü, heç vaxt. Məsələn, xəstə vardı, yaralı vardı, bilirəm ki, bu axırıdır. Nə elədik, qan da köçürsək, yardım diləsək, ona ana-bacı sevgisi göstərsək də, o bilir ki, ağır vəziyyətdir. Bir kəlmə çönürdü, deyirdi, tək vətən yaşasın. Bax, mənim həyatımda o qədər əskər vəsiyyətləri var, o qədər şəhid vəsiyyətləri var. Bəlkə də ömrüm yetənə qədər onu danışdan qutara bilmədik. Bəlkə onlar o cür dediyinə görə bugün qələbə qazandıq da, vətən yaşasın deyirlər, vətən də yaşasın. Çox sağ olun Məhəbbət xanım, vaxtınızı çox, amma nə zamansa istəyərdim bir xatirələri bir daha bir geniş, Çox vaxt lazım. Yenə də şükür Səbuhi müəllim, bu günləri o zəfəri gördük biz. O zəfəri bizə yaşadan bütün şəhidlərimizin ruhu şad olsun. Amin. Bütün qazilərimizə Allah can sağlığı versin. Amin. O əzəli, əbədi zəfəri yaşadan müzəffər ordumuza, ailə baş komandanımıza mən həmişə minnətdaram ki, bu günləri ürəklə danışırıq, böyük fəxarətlə. Məsələn, mən Azərbaycanın bir çox bölgələrində Xocalı tarixin qan yaddaşı layihəsində Qarabağımızı təmsil edən qadın olmuşam. Türkiyə Böyük Millət Məclisinə qədər mən çıxışlar etmişəm. Amma mənim həmişə bir yanğılı yerim vardı, ilahi. Mənə o günü göstər ki, Qarabağımız azaddır. Azərbaycanımızın bütöv, ərazi bütövlüyümüz var. Şükür bugünkü günə. Eyni sözü Türkiyə kanallarına da demişdiniz. Müsahibə almışdım. Çox. Minnətdaram, çox sağ olun, dəyərli dostlar. Belə, mən sual falan düşünə bilmədim. Belə, burada dedim, Məhəbbət xanım qoy fikirlərimi ölsün. Hər halda görürsünüz necə həkimdir. Mən hər zaman danışıram, hər zaman bu 14 iyul mənim üçün yenidən dirilmə dövrü olaraq, hətta deyirəm, bax, siz bəlkə yox elə bu kanal olmazdı, bəlkə başqa şeylər olmazdı. Sizə çalışmışam, elə Məhəbbət xanımdan keçən xüsusiyyətdir ki, həmişə istəmişəm, maariflənəsiniz, özünüzü dərk edəsiniz, vətəni sevəsiniz, xeyirxahlıq göstərəsiniz. Görürsünüz, hamı gəlir, deyəcək ki, bir müəllimə uğurlu tələbələr yaxınlaşıb, o sağ qalan, sağalan, həyata qayıdan bütün döyüşçülər, keçmiş döyüşçülər Məhəbbət xanımı unutmur. Çünki mən bir status yazanda görürüm, çoxsu yazır, tək sən deyirsən ki, biz də sağaldıq. Bunun özü böyük şeydir. Tək o cür həmişə mənə sərt yazsınlar. Sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.